Çabıl suda necə bişirilir bilirsinizmi? O mənim videoda yağan şabalatları əvvəl seçib qoyuq ora. Sonra da gedib yaxşı onu yuyuq ki, kiri çıxsın. Aşağısına bir dənə cam da qoyuq ki, suyu süzülməsin. Keçən şabalat çərtinə qoyuq əvvəl. Sonra da çərtiyik. Mən biraz gücsüzəm deyə çəkini çərtdim, amma yaxşı oldu. Şabalatlar hazırdır. Heç nə qazana su töküyük. Sonra duzla töküyük, qoyuq qaynamağa. Qaynayan kimi çərtən şabalatların həmsini onun içine yavaşla töküyük ki, çox atılmasın. Şabalatı arada qarışdırıyıq ki, baxıyıq necədir. Sonra belə çıxarıyıq sudan pişən kimi. Bacı Bakıdan gəlib aparıb onu verim yesin. O da işləməkdən yeyə bilməyib et. Bir dənə yeyir, yenə başlayır işləməyə. Heç nə mən bet yeyib sizə göstərim necə olur deyə. O ilə çərtəndə belə bir tövbə çıxır. Bizə nuş olsun. Siz də göz haqqınızı halal eləyin. Həblə qoçacaq pişirin. Sonra da yiyin. Sağ olun.